Salam hər birdən Riyaziyyat YouTube kanalına xoş gəlmisiniz. Bu dərs videomuzda onluq kəsrlər üzərində əməllər, yəni onların toplanılması, çıxılması, vurulması və bölünməsinə baxacağıq. Təbii ki də bu 5-ci dərs videosundan alınmış bir hissədir. Əgər istəsəniz o videoyu da gedib həm adi kəsrlərin, həm də onluq kəsrlərin üzərində əməllərə baxa bilərsiniz. Videomuza keçiş edək. Onluq kəsrləri toplayarkən və ya çıxarkən alt-alta toplama və ya çıxırıqsa da alt-alta çıxma üsulundan istifadə olunur və bu iki şərt ödənməlidir. Hər kəsrin vergülləri eyni sırada olmalıdır və vergüldən sonraki ədədlərin sayı bərabər olmalıdır. Əgər bərabər deyilsə də 0 əlavə edəcəyik. Bir misal üzərində baxaq. Biz toplayaq 2,5 ilə 3,41-i. Bu zaman nə dedik? Biz alt-alta toplayırıq bunları. 2,5 üstə gəlsin 3,41. Əgər diqqət edinizsə, mən bunların vergüllərini alt-alta yazdım. Niyə? Çünki bu bizim birinci şərtimiz idi. Vergüllər alt-alta olmalıdır. İndi kəsr xəttimizi çəkdik. Demək o biri vergüllə bura düşəcək. Düzdür? İkinci şərtimizi isə hələ ki ödəmir. Gəlin ödəyək. Birincidə vergüldən sonra bir ədəd var. İkincidə isə 2 dənə. Demək birinciyə nə etməliyik? Bir dənə 0 artırmalıyıq. Artırdıq, oldu 50. İndi toplaya bilərik. 0 ilə 1-i topladıq 1. 5 ilə 4 topladıq 9. 3 ilə 2-ni topladıq 5. Demək cavabımız neymiş? 5,91. İndi alışandan sonra heç alt-alta toplamayacaqsınız, mən sizə deyim, yan-yana toplayacaqsınız. Gəlin elə buradaca baxaq ki, yan-yana necə rahat toplaya bilərik. Elə eyni ədədlərə baxmaq istəyirəm. 2,5 üstə gəlsin 3,41. Baxın, burada artıq görürsünüz də vergülləri alt-alta düzmək olmadığı üçün eyni sıra düzmək bir qayda olmayacaq. Demək ki, sadəcə nəyə baxmalıyıq? Vergüldən sonraki ədədlərin sayına. Birincidə bir dənə ədəd var, ikincidə ki gördüyümüz kimi 2 dənə ədəd var. Bu zaman nə etməliyik? Birinciyə bir 0 artırdıq. Bərabərdir. Tamları topladıq. 5 tam etdi. 50 ilə 41-i də kəsrdə topladıq. Etdi 5,91. Dediyim kimi, alışandan sonra heç o birisinə baxmayacaqsınız. Ancaq bu ilə toplayacaqsınız. Keçsək vurulmasına. Onluq kəsrin vurulması lap sadədir. Əvvəlcə heç onluq kəsirdəki vergülləri saymırsınız. Ayıp ya. Hiç yakışıyor mu sana? Onları bir qırağa atırsınız. Sonra vurandan sonra hər birində vergüldən sonra nə qədər ədəd varsa onları toplayıb sağdan sola doğru sayı vergülü qoyursunuz. Çox sadə. İndi bir nümunə göstərim, özünüz başa düşəcəksiniz. Məsələn 2,1-in vuraq 1,5-ə. Bərabərdir, necə olur? Əvvəl dediyim kimi vergülləri atın. Vergülləri ataq. Nə olur? 21 vurulsun 15. Bu bizə verir 315-i. Sonra nə dedim? Vergüldən sonraki ədədlər sayın. Birincidə vergüldən sonra bir ədəd var. İkincidə də vergüldən sonra bir ədəd var. 1 üstə gəl 1 neçə edər? 2 edər. Artıq lap əvvəlki riyaziyyata getmişəm. Deməli, sağdan sola doğru sayaq. Əvvəl vergül buradaydı, düzdür? Bir dəfə keçirtdik bu, bir dəfə keçirtdik bu. Gördünüz, 2 dənə sağdan sola doğru vergül keçirtdik. Cavabımız nə alındı? 3,15. Çox sadə. Bölünmədə necə olur? Burada 2 dənə yenə ardıcıllığı izləyirik. Birincisi, vergüldən sonraki rəqəmlərin sayı birləşdirilir 0 artırmaqla. Sonra da vergüllər atılıb ədədlər olduğu kimi bölünür. Məsələn, buna nümunə nə deyək? 0,5 bölünsün 0,25. Dediyimiz kimi, hələ ki indi bölə bilmirik. Çünki vergüldən sonraki ədədlərin sayı bərabər deyil. Birincidə bir dənə ədəd var, ikincidə isə 2 dənə. Demək, birinciyə bərabərləşməsi üçün birini artırırıq, 0 artırırıq. Buna alışın 0 artırmağa, çünki onluq kəsirdə vergüldən sonra 0 atanda ədəd heç cürə dəyişmir. Bunu bilin. İndi nə edirik? Artıq vergüldən sonra eyni qədər ədədimiz var. Vergülləri atıb elə bölək. 50 bölünsün 25, bu da verir bizə 2. Gördüyünüz kimi çox sadədir. Heç bir çətinlik də yoxdur bu dərslərdə. Dərsimiz bu qədər. Sağ olun.